Fatimə bilirsən də, atasız anasız qaldı. Fatimə mənim bacımdır. Bilirim. Nə olsun ki, ata bir ana ayrıq. Fatimənin ad günündə ona səs göndərdim. Dedim ki, sənin evin var. Biz ikimiz də qalmışdı miras. Mən hamısını verdin ona. Mən edə bilməzdim. Bilirim. Mən etdim ki, namusu qadın özünə görə saxlayır. Nə qardaşa görə, nə ataya görə, nə əmiyə görə, nə dərə görə, özünə görə. Mən istəyirəm ki, səni mən gəlin köçürdəndə o birvə bağlayacaqları, o deyir ya, anam, bacım, qız gəlin, ələ ayağı düz gəlin. Mən səni ilk dəfə də burada deyəcəm bunu. Fatimənin atası anası əmbədə gedəndən sonra Fatimə hicaba bağlamış. Başım bağladı, bilirəm. Və 3 ildən sonra mənə zəng vurdu ki, mən hicabda qala bilmirəm. Çünki dedi, mən tək yaşayıram, işləmək istəyirəm. Dedi, o vaxt mən uşaq 19 yaşı var idi, onda atası anası dünyası, 19, 18, 19. Allah'a sığındım və mən onu bağlayanda da demişdim ki, bu Allahla sənin aranda olan bir müqavilədir, mənə yox. Allaha sığınıb başı bağlayırsan. Kimsə Allaha görə namaz qılır, mənə görə qılmır. Və mənə deyir, qaqaş, mən istəyirəm başımı açım. Mən bacımı ad günümə çağırmadım. O ağladı, mənə təbrik elədi. Mən dedim ki, mən cəmiyyətdə söyləyəcəyim deyə sən çağıra bilmərəm. Çünki sən o mənə şəkilini qoyub, o bu şəkildə qoyub deyəcəklə gördünüz, onun batısı başını bağlamışdı, indi açdı. Və mənim ad günüm, mən burnumdan gələcəyim, mən ona görə, mən 2 ilə yaxındır ki, bacımla görüşüm. Mən darıxıram, telefonda danışıram, ona pul göndərirəm, hədiyə göndərirəm. Bu yaxınlarda iPhone aldım, baba, mən cəmiyyətdə tanıram deyə doğma bacımla restorana gedə bilmirəm, Türkan. Ki, cəmiyyət mənim bacımla məni görürsün. Bax, bu onun Allahla arasında olan məsələdir. Sən nahaq onların arasına girirsən bu mövzuda. İsa'ya bırakıp ettim ki, İsa, Fatimə üçün darıxmışım, nə olsun görüntülə danışırıq. Biz cəmiyyət o qədər pis olub ki, cəmiyyət bax, bundan da sonra qınayacaqlar ki, mən başa salamıram ki, mən başım uşaqdır. Onu dərk eləmir ki, başım ağlayıb, başım doğma bacımla gidib restoranda otura bilmirəm. Çünki bir nəfərdən biri çıxıb, onun haqqında pis söz deyəcək. Və sən onu qəbul eləməyəsin. Mən ad günümdə istəyirəm.